Tədqiqatlar göstərir ki, ətraf mühiti mühafizə etmək üçün birinci növbədə maarifləndirməni yüksək səviyyəyə çatdırmalıyıq. Yəni, insanlar ətraf mühit haqqında bir ekoloji şuur formalaşdırmalıdırlar. Biz də bunu nəzərə alıb, Bakı şəhəri Yasamal rayonu Arif Hüseynzadə adına 20 saylı məktəb liseydə qərara aldıq ki, bir açıq dərs keçirək. Bax, bu yaşıl paketin vasitəsilə, ekoloji tədris vəsaiti olan yaşıl paket vasitəsilə bu gün uşaqların ətraf mühitlə bağlı biliklərini hardasa öyrənməyə çalışacağıq. Bugünkü dərsimiz sizlə ətraf mühitin qorunması ilə bağlı olacaq. Mən istəyərdim ki, bizim qruplarımızı bir-bir elan eləyək. Çünki 4 qrup üzrə siz bölünmüsünüz. Təklif eləyirəm ki, 4 komanda varsa və hər bir komanda ayrılıqda coğrafi təbəqənin müxtəlif komponentlərinin adı ilə adlandırılsın. Belə ki, hidrosfer, atmosfer, litosfer və biosfer qrupu. Bu 4 komponent bütünlüklə birləşərək bizim mövcud dünyamızı formalaşdırır və biz də bunun bir tərkib hissəsiyik. Atmosfer qrupu, bax bu yaşıl paket tədris vəsaitindən istifadə eləyərək siz dünyamızın müasir hava təbəqəsinin ekoloji vəziyyəti ilə bağlı məlumat verəsiniz. Bütün canlıların yaşaması üçün lazım olan amillərdən biri də havadır. Yəni, heç bir canlı havasız şəraitdə yaşaya bilməz. Havanın tərkibində azot, oksigen, karbon və bir sıra təsirsiz qazlardan ibarətdir. Əvvəllər insanlar belə hesab edirdilər ki, havanın tərkibində buraxılan çirklilər sonradan məhv olaraq yox səviyyəsinə qədər zərərsizləşdirilir. Lakin sonradan İnsanlara məlum oldu ki, heç də belə deyil. Ümumiyyətlə, atmosfer havasının çirklənən əsas amillərdən biri bura kimya sənayesini göstərmək olan nəqliyyatdır ki, əsas bunu havanı çirkləndirir. Ən çox isə ümumiyyətlə isə havanın çirklənməsində azotun və kükür qazı əsas olunur ki, bu qazlar da bizim kimya sənayesində yandırdığımız maddələrin sahəsində yaranır və bu atmosferə böyük təhlükələr yaranır, parnik effekti yaradır ki, bu da həmçinin bizdə iqlim dəyişməsinə səbəb olur. Bu günümüzdə əsas problemlərdən biri də ozon qatının dağılmasıdır. Ozon qatının deşilməsi günəşdən gələn ultrabənövşəyi şüaların yerə daxil olmasına səbəb olmuşdur. Bu da hər bir insanların, hər bir canlıların üçün, sağlamlıq üçün çox təhlükəlidir. Mən indi burada hidrosfer qrupunu görürəm. Hidrosfer qrupu isə suyun çirklənməsi ilə bağlı öz məlumatlarını verəcəklər. Su bizim planetin unikal komponentidir. Yəni ki, havasız insan yaşaya bilmədiyi kimi susuz da yaşaya bilməz. Yəni susuz həyat yoxdur. Su bizim planetin ən mühüm elementlərindən biri də sudur. Şirin suyu qorumaq üçün biz suya çoxlu qənaətlər eləməliyik. Məsələn, suyu necə qorumalıyıq? Yəni hətta biz dişlərimizi fırçalayarkən belə suya qənaət etməliyik. Təraş vaxtı, əl-üzümüzü yuyan vaxtı, dişlərimizi fırçalayan vaxtı kranı bağlı saxlamalıyıq. Lazım olan vaxtı işlətməliyik. Alimlər hesablayıblar ki, biz açıq olan vaxtı dəqiqədə 2 litr su gedir. Amma elə belə əgər biz bağlayıb, daha sonra açıb əl-üzümüzü yusaq, onda 1 litr ümumi işimizə 1 litr su sərf oluna bilər. Yaşadığımız paytaxt Bakı şəhərinə içməli su Kür və Araz çayının qovuşduğu yerdən bir qədər irəlidə müəyyən bir ərazidən su götürülür və bu su təmizlənərək xalqa paylanılır və biz bunu da bilirik ki, Araz çayı Ermənistanın müəyyən bir hissəsindən keçərək Azərbaycana daxil olur və həmin bu hissədən Araz çayına müxtəlif çirkli fabrik və zavodların çirkli suları, sonra kanalizasiyaların suları buraxdılır və bu çayın suyu da, çirkli sular əsasən Kür çayı ilə qovuşduqdan sonra təmizlənib xalqa paylanır və mən bir fikir irəli sürmək istəyərdim ki, yəni əsasən biz Kür çayından suyu götürüb təmizləməliyik ki, çünki Araz çayına nisbətən Kür çayına bir qədər təmiz su gəlir və mənim fikrimcə biz əsasən Kür çayından təmiz su götürməliyik. Yəni suyu orada qarışmadan. Əsas problemlərdən biri də bugünkü dünyamızda mövcud biomüxtəlifliyin getdikcə azalmasıdır. Yəni hər saniyə, hər dəqiqə, hər gün müxtəlif növlər getdikcə sıradan çıxır. Bax, bu haqda nə deyə bilərik? Bu haqda nə bilirsiniz? Nə informasiyanız var? Bax, bugünkü günümüzdə bu biomüxtəlifliyin getdikcə növlərinin azalmasının səbəbi nədir? Buyur.
Yer kürəsinin mühüm və qiymətli təbii ehtiyatlarından biri də biomüxtəliflikdir. Biomüxtəlifliyə bütün bitki, heyvanlar aləmi daxildir və biomüxtəlifliyə daxil olan komponentlər bir-birindən yalnız keyfiyyətcə fərqlənmirlər. Onlar həmçinin bir-biri ilə uyğunlaşaraq sistemlər də yaradırlar. Lakin insanlar da bu bioloji müxtəlifliyə müəyyən təsirlər göstərirlər ki, bunlar antropogen təsir adlanır və bunların nəticəsində bir çox bitki, heyvan növləri məhv olur və yenidən yaranırlar. Bütün canlı varlıqlar bir fərq kimi bir çox qruplarda bölünürlər və onların bir çox hüquqları vardır. Bunlardan əsası isə yaşamaq hüququdur ki, insan hər bir canlı yaşamaq hüququna malikdir. Təbii azadlıq və təbii məskunlaşma da bu qruplar sırasına daxildir. Bugünkü dövrümüzdə bioloji aləmdə bir çox problemlər də vardır ki, bu da heyvanat və bitki aləminin əlverişli şəraitdə olması və heyvanların nəslinin kəsilməsini və digər onlar üçün atmosferdə olan zərərli qazların ziyanlı olmasını misal göstərmək olar və bunun üçün bu problemlərin qarşısını almaq üçün heyvanların qırmızı nəsli kəsilməkdə olan heyvanlar və bitkilər qırmızı kitaba daxil edilmişdir ki, onların da tükənməsinin qarşısını almaq üçün bu tədbirlər lazımdır. Getdikcə biomüxtəlifliyin növləri azalır və mən buna görə də sizə bir yaşıl paketdən video çarx göstərmək istəyirəm. Gördüyünüz kimi vaxt gedir və getdikcə heyvanların nəsli kəsilir. Burada heyvanların nəsli kəsildikcə axırda bu insanın özünə də çata bilər. Bunun qarşısını almaq üçün biz vaxt dayandırmalıyıq. Biz heyvanları qorumalıyıq. Bioloji müxtəlifliyin qorunması ilə bağlı biz video şarkı izlədik. Mən indi Litosfer qrupunun yanındayım və Litosfer qrupu torpaqların qorunması ilə bağlı bizə məlumat verəcəklər. Çünki müasir dünyamızda əlimizə düşən tullantıları tez bir zamanda hara atırıq? Torpağa. Əlbəttə, torpağa atırıq tez bir zamanda və o torpaqda parçalanacaq, torpağa qarışacaq, qarışmayacaq. Bax, bu bizi həmişə düşündürsə, əlimizdə olan o tullantıya baxıb, bunu nə edə bilərik? Yaxşı istiqamətə yönəldə bilərik. Bax, torpaqların çirklənməsi müasir dünyamızda hansı vəziyyətdədir? Sizdən eşidək, buyurun. Əvvəlcə demək istəyirəm ki, torpağı biz ana torpaq da adlandırırıq. Buna görə də torpağı biz anamız qədər sevməli və qorumalıyıq. Torpaq insan həyatında çox mühüm rol oynayır. İnsan həyatı üçün bir çox vacib əmillər məhz torpaqdan əmələ gəlir. Məsəl üçün, ərzaq məmulatları, geyim üçün istifadə olunan bir çox məmulatlar torpaq hesabına yaranır. Torpaqdan əldə edirik biz onları. Bundan başqa torpaq canlı orqanizmlərində yaşayış üçün çox önəmlidir. Torpaq həmçinin yeraltı suların da təmizlənməsi üçün təbii süzgəc rolunu oynayır. Torpağın məhv olmasının və yarısı hala düşməsinin bir çox səbəbləri var. Bunlardan ən əsası duzlaşma, eroziya, çirklənməsi və turşulaşmasıdır. Torpağın mühafizəsi isə yenidən bərpası çox çətindir. Hər birimiz torpağı mühafizə eləməliyik. Bunun bir çox üsulları vardır. Ən əsas üsul torpağı zibilləməməkdir. Biz torpağı qorumaqla ən azından özümüzü qorumuş oluruq. Çünki torpağı mühafizə etməyə bunun nəticəsində hər bir canlı qorunur da. Ona görə də biz bu üsullara riayət etməliyik. Respublikamızın bitki və torpaq örtüyü olduqca müxtəlifdir. Ümumi torpaq fondumuz 8,6 milyon hektar olub. Bunun cəmsi 4,2 milyon hektarı kənd təsərrüfatı üçün yararlıdır. Faiz nəsə 49,3%. Və bunun da yararlı olmamasına səbəb bataqlıqlaşma, eroziya, kimyəvi çürümə kimi proseslər vardır ki, bu da degradasiya prosesinə gətirib çıxardır. Burada intensiv rol oynayan faktorlardan əsas olaraq eroziya prosesidir. Torpaqlarımızın 3,7 milyon hektarı bu prosesə məruz qalıb. Deməli, bizdə eroziya prosesinin baş verməsinin əsas səbəbləri əkinçilik mədəniyyətinin aşağı səviyyədə olması, malqaranın sistemsiz şəkildə otarılması, meşə və çəmənliklərin məhv edilməsi və s. kimi antropogen amillər bu prosesə gətirib çıxardır. Meşələri qorumaq bizim üçün nə dərəcədə vacibdir, uşaqlar? Nəyə görə meşələri qorumalıyıq? Meşələr bizə nə verir? Buyur. Çünki meşələr atmosferdə oksigen qazını zənginləşdirir və oksigen qazı da bizim hər birimiz üçün tərəfisində vacib olan bir qazdır. Buna görə meşələrin sayı artırılmalıdır.
meşələrin qorunması ilə həm sürüşmələrin qarşısı alınır, həm də ki, orada olan heyvanat aləmi, bitkilər, bütün bunların da zənginləşdirilməsinə, inkişaf eləməsinə şahiddir. Uşaqlar, dərsimiz boyunca biz müxtəlif coğrafi təbəqənin komponentlərindən ki danışırdıq. Bunlarla bağlı biz video şartlar izlədik və video şartlardan göründüyü kimi hər bir istiqamət insanların bu sahədə maariflənməsi və hər bir istiqamət insanların bu sahədə son dərəcə diqqətli olmasına bir çağırışdır. Mən də istəyərdim ki, dərsimizin yekunu olaraq siz ayrılıqda hər biriniz bir təqdimat hazırlayasınız və o təqdimatları bizə təqdim eləyəsiniz ki, ətraf mühitin qorunması üçün nə eləmək lazımdır, nədən başlamaq lazımdır və bugün gördüyünüz ən ciddi problemləri, sizin üçün hesab olunan ən ciddi problemləri o təqdimatda göstərəsiniz. Elə isə hazırıq, başlaya bilərik. Uşaqlar, mən sizin təqdimatlarınıza fikir verəndə görürəm ki, doğrudan da burada bir məntiqi ardıcıllıq var. Çünki müasir dövrümüzdə ətraf mühitin böhranı adlı bir böyük problem hər bir dünya sakinini narahat eləyir. Yəni artıq böhran vəziyyətindədir ətraf mühit. İkinci təqdimatda isə biz fikir versək, bizi gələcəkdə nə gözləyir? Böhranın nəticəsi olaraq bizi gələcəkdə nə gözləyir? Bu da doğrudan da hər birimizi düşündürən və hər birimizin bir-birimizə verdiyimiz suallardan biridir. Üçüncü təqdimat isə gələcəyə addım təqdimatını da çox yüksək qiymətləndirmək olar. Ona görə ki, gələcəyə addım o problemlərdən çıxış kimi bir əsas istiqamətdir. Və dördüncüsü isə bəşəri birlik. Hər bir problemin həlli bəzən elə olur ki, bir insandan, bir ölkədən asılı olur. Amma ekoloji problemlərin həlli isə nəinki bir ölkədən, hər bir ölkədən asılıdır. Çünki atmosferin sərhədi yoxdur. Suyun demək olar ki, sərhədi yoxdur. Su təbiətdə daima dövr eləyir. Bütün bu problemlərin öz həllini tapmasında bir bəşəri birlik olsa, hər birimiz dərk etsək ki, planetimiz bizim təsəvvür elədiyimiz qədər də böyük deyil və onu qorumaqla biz gələcəyimizi qorumuş oluruq. Bizdən sonraki gələn nəsillərə sağlam bir mühit vermiş oluruq. Əlbəttə, bu istiqamətdə bugündən olaraq hər birimiz bu məsələlərdə son dərəcə diqqətli olmalıyıq. Təsadüfi deyil ki, bugün biz sizlə bu mövzuda söhbət elədik. Artıq demək olar ki, ilin yekunudur. Bilirsiniz ki, Azərbaycanda ekologiya ili elan edilmişdi. 2010-cu il. İl yekunlaşmaqdadır, il bitməkdədir. Və biz də güman edirik ki, bu ekologiya ili ekoloji mühitin qorunmasında bir çağırış idi, bir başlanğıc idi. Və ekologiya ili nəinki bir ildə, bütün əsrlərdə davam olunmalıdır. Ekologiya ili, ətraf mühitin qorunması hər dəqiqə, hər kəsin diqqətində olmalıdır, nəzərində olmalıdır. Odur ki, gələcəyi gözəl istəyiriksə, gələcəyimizi təmiz istəyiriksə, sağlam istəyiriksə, ətraf mühitə son dərəcə diqqətli olaq. Mən sizin hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Doğrudan da hər birimiz ətraf mühitə qarşı son dərəcə diqqətli olmalıyıq. Çünki hər birimiz ətraf mühitin bir hissəsiyik. Təbiət üzərində çaldığımız qələbələrə görə nə vaxtsa təbiət bizdən öz qisasını ala bilər. Növbəti verilişlərimizdə görüşənədək hələlik.